Bir daha salam dostlar, necəsiniz, yaxşısınız? Deməli dostlar, göndərdiyim videonu hassasiyet ayarına DP'sini verirəm. İndi giririk ayarlara gidirik, hassasiyete gidirik. Hassasiyet budur, hassasiyeti yüksəkdə işlətməyi tövsiyə edirəm. Deməli, genel 100, kırmızı nokta 95, 2x dürbün 88, 4x dürbün 75, tüfəng dürbünü 50, 75. İstədiyiniz kimi eləyə bilərsiniz. Eğer sıvıdır, ağaç kakandır, ağacı 80'dir. Bu kimi silahlarda istəyirsinizsə kafa geçsin. Hassasiyette tüfəng dürbünü 75 eləyir. Ancaq mən sizə tüfəng dürbününün 50 olmasını tövsiyə edirəm. Səbəst kamera tuşunu da 80 eləyin. İndi keçək HUD bölümünə. HUD bölümünü HUD 3'də eləyin. 3-cü HUD-da. Bura girin. Deməli, mənim HUD-umu eləməsəz də olar. Ancaq HUD-un ölçülərini deyirəm. Ateş butonu 52, bu da bu 52. Ateş butonu 52. Ateş butonunun opaklığını 20 eləyin. %20. Sonra oplanma düyməsi 70. Oplanma düyməsini 70 eləyin. Opaklığı da eyni eləsəz yaxşı olar. Opaklığı da 17 eləyin. Oturma düyməsidir. Onu da 70 eləyin. Opaklığını 17 eləyin. Uzanma düyməsi mane olursa əgər sizə boyutunu 22 eləyin. Opaklığını 17 eləyin. %17% eləyin. Sonra indi gəldik muhafız duvarına. Muhafız duvarını %75 eləyin. Boyutunu %75 eləyin. Opaklığını isə gəl %17 eləsəz yaxşı olar. Yəni %17 tövsiyə edirəm. Elə yaxşı olur da. Yəni indi HUD-u keçdik. Giririk ayarlara. Gerək indi ayarlara sizə DP-ni göstərəcəm. DP-yə hardan girməli olduğunu bilməyənlər isə burada girə bilər. Deməli girdik bura. Ayarlara girdik. Ən aşağıda əlavə tənzimləmələr bölməsinə giririk. Qaldırırıq yuxarı tərtibatçı seçimləri. Giririk. Qaldırırıq. Sonra çox qaldırdım. Bunlarda olmadı. Burada ən kiçik N var. Ən kiçik N. Ən kiçik N'ə basırıq. Burada 500 var. 500 edirik. 500 eləyəndən sonra çıxırıq. DP 500'dür. Bilmədim gördünüz yoxsa görmədiniz. Ancaq DP-ni 500 eləyirsiniz.